Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala ali beytihi tayyibin tahirin el ma'asumin aleyhimusselam ve la'netud daim ala a'daihim ecmain minel an ila qiyavmi yevmiddin. Ümumiyyətlə, İslam dini haqqında danışıldıqda, din haqqında bəhs olunduqda, din haqqında mövzu olduqda, söykənəcəyimiz birinci yer Qur'an-ı Kərimdir. Kitabullah, yəni Allahın kitabı. Əgər dindən bir dəlil gətiriləsi olsa, din haqqında bir mövzunu müzakirə ediriksə və nəticə əldə etmək istəyiriksə, birinci söykənəcəyimiz yer Qur'an-ı Kərimdir, ayələrdir. İkinci söykənəcəyimiz yer isə ona deyirlər əs-sünnə. Sünnə yəni qayda, qanun. Bu da 3 bənddən ibarətdir. Birincisi qovul, ikincisi feil, üçüncüsü təqrir. Qovuldan məqsəd Peyğəmbər və Əhl-i Beytindən nəql olunan o hədislər ki var, kəlamlar ki var, onlar. Məsələn, bir məsələdə müzakirə olunanda baxırıq ki, bu əməlin olar-olmazlığı, halal-haramlığı, vacib müstəhəbbliyi, məkruhluğu haqqında Peyğəmbər bir söz deyib ya yox. Və yaxud da ki, Əhl-i Beyt imamlarından biri bu haqda bir fikir bildirib ya yox. Yəni, məsələn, bir əməlin vacibliyi və müstəhəbbliyi haqqında istinad edir ki, Peyğəmbər bunu belə buyurdu. İmam bunu belə buyurdu. İmam bu əməli nəhi elədi. İmam bu əməldən çəkindirdi. Yəni, buna deyərlər qovli, sözdür. Amma feili, yəni bir məsələdə Peyğəmbər bir söz demədən onu əməli ilə göstərir. Məsələn, səhabələr görür ki, Peyğəmbər bir işi yerinə yetirir. Və buradan nəticə əldə olunur ki, bəli, əgər bunu Peyğəmbər yerinə yetiribsə, o bizim üçün sünnədir. Yəni, dəlil, qayda, qanun. Və yaxud da ki, bir əməli Peyğəmbər yerinə yetirməyibsə, yəni əməli ilə onun qadağan olduğunu göstəribsə, o da bizə dəlildir ki, bəli, bu əməli yerinə yetirmək olmaz. Üçüncü dedilər ət-təqrir. Təqrir də odur ki, məsələn, Peyğəmbər yolla gedərkən və ya bazardan keçərkən bir müsəlmanın hər hansı bir işi gördüyünü, yerinə yetirdiyini görür. Və əgər o iş İslamın ziddinə deyilsə, Qur'anın əleyhinə deyilsə, Peyğəmbər onu ondan nəhi eləmir və ona bir söz də demir. Və o məsələ haqqında Peyğəmbərin qərarı budur ki, bəli, o işi yerinə yetirmək olar, o iş İslamın ziddinə deyil. Buna da deyərlər ət-təqrir, yəni qərar vermə. Bir söz demədən, yəni ona fikir bildirmədən onun razılığını bildirməsi bu qərardır.